Aktyor Nicat Rəhimov mərhum dostu Azər Baxşəliyevlə bağlı paylaşım eləyib. O həmkarının videosunu paylaşaraq bunları yazıb. Azərlə bağlı nə isə yazmaq, paylaşmaq mənə hələ də çox ağır gəlir. Aradan bir il keçib, amma hələ də buna inana, bunu qəbul edə bilmirəm. Azərin yoxluğunu dilə gətirmək belə çətindir. Elə belə adamın boğazı düyünlənir. Heç vaxt fikirləşməzdim ki, bir gün Azər, biz səni heç vaxt unutmayacağıq sözünü yazmalı olacağım. Həyatın həqiqətini bilirik. Hamımız bir gün gəlir, bir gün gedirik, amma yenə də var o söz. Ölməli adam değildi. Azik doğrudan da bu qədər tez getməli insan değildi. Onu sevgi ilə xatırlayıram. Allah rəhmət eləsin əziz qardaşım. Qeyd eləyək ki, Azər bu ilin yanvarında böyrək çatışmazlığından vəfat edib.